Salam, hər vaxtınız xeyir olsun, mənim əziz qardaşlarım. Kökələ bilmirəm deyənlərə mənim gözəl sözüm var. Kökələ bilmirəm, mümkün deyil, insan olsun ki, aymonun sortu belədir, belədir. Bir insan yağlı yemək yeyirsə, bu yağ hara gedir? Hara gedir? Deməli, bu yağı yem var da. İndi mən kökəlmək istəyənlər var, şu evdə uşaqları arıq olan insanlar varsa diqqətlə qulaq asın. Əvvəla birinci bax, yenə deyirəm, uşaqlarda qurt. Bax, görürsünüz qurta qarşı məcun. Çox insanlar, mən diqqətlə qulaq asın, analar. Çox insanlar uşaqlara arıq olur. 13 yaşında, 15 yaşında, 17 yaşında, 18 yaşında. Kökəldə bilmirlər, xəmir xörəyi verirlər, xeyri yoxdur. Bu qurt dərmanı insanlar yəndən sonra, evlatlarını verəndən sonra kökəlmə baş verir. Bu bir. Tutaq ki, sən deyirsən uşağın qurtu yoxdur, təmiz uşaq. Kökələ bilmirsə, diqqətlə qulaq asın. Mən kökəlmək üçün çox resept deyəcəm sizə. Birinci, insanın uşaqları kökəldən ən güclü bir şey bilirsiniz nədir? Quymaq. Anasan, əziyyət çək, quymaq çal. Qəşəng quymaq çal, səhərsən ac qarnını yedizdir onu. Bu bir. İkincisi, səhər yeməyini yeməmişdən qabaq bal, banan, qaymaq, quzu quyruq. Blenderda düzət, yığ bankaya, qoy xalana ek. Səhər uşağın ağzını açıb, gözünü açan kimi, nə qədər ağzını açırsan, bir böyük qaşıq dökürsən ağzını, yumur ağzını. Deyirsən, ged əli suyu. 20 dəqiqə sonra gəldi, ver ona nədir, quymaqdan yesin. Quymaqdır, iraq olsun, yaslarda pişən halvadır. Yəni tərkibində güclü kaloriya var. Yağdır, undur, bunlar güclüdür. Halvadır, sabah quymaq eləmirsən, bir gün halva elə ginənsə. Əsas səhər yeməyi enerjidir. Yedi bunu, yağlı oldu, yedi. Günorta yeməyində quzu içəl atıdır, liboy bir ətli, yağlı yemək pişirdin. Əgər kökətmək istənssə uşağı, isti vermə ona yeməyi. Biraz soyuq olsun ki, yağlansın. Mədəsinə gedəndə qoy yağlansın. Üzərindən də soğuk su iç. Sərin suda, yəni içsin, tamamilə bu yağlanmaya qarşı gedir. Bir də çörək. Əgər sən dünəndən qalmış liboy bir insana təndir çörəyi verginən, isti çörəyi. Naxada hamısını yiyəcək. Yox, əgər zavod çörəyi verəcəksən dünəndən qalmışdı, 3 val yiyəcək. Çünki köhnə çörəyə qarşı, dünəndən qalmış çörəyə qarşı insanın bədəninin özünün allergiyası var, psixolojidir. Az yiyəcək. Amma isti çörək olanda yarısından çoxunu yeyirik. Çalışın, kökəlmək istədiyin uşağa isti çörək, təzə çörək ver. Təzə çörək olanda insanın iştahası da açılır. Mən çox reseptlər deyə bilərəm. Prosta ki, deyəcəksiniz ki, haramdır. Donuzun ətindən, qabanın əti, o ağciyərində xərçəngdən əziyyət, xərçəng deyirəm, ağciyərinə tuberkuloz xəstələri, vərəmdən, asmadan əziyyət çəkənlər donuzun ətindən istifadə etməlidir. Qaban əti deyək. Çöl qabanı olsun. Bizə nə qədər xeyri var. Ya da ki, qoyunun yağlı qoyun ətini, ət maşını çək, dolmanı pişir ona, yarpaq dolması, yağlı. Mən daha dolmanın üstünə belə-belə quyruq da atıram, yağı çıxır. Biraz isti yox, soğuq halda. Ver ona 4-5 dənə yesin, 10 dənə yesin, 15 dənə yesin dolma. Gör necə kökəlir. Kökəlmənin birinci aləmi çörəkdir. Çalışın, çörəyi təzə, svej yiyin, insanı kökətsin. Video ürək like koyun yiyin, hər şey sörsün. Uşaqlarda, böyüklərdə qurt varsa, bax, qurt dərmanı 30 manatdır. Liboy qurta qarşıdır. 2 kurs qəbul edirsən, tərtəmiz olursan. Övladı olmayan, faiz aşağı olan, cinsi zəifliyə əziyyət çəkənlər bu gözəl məcunlardan zakaz edə bilər. Prostatın bir nömrəli dərmanıdır. Yaşlı insanlarda da cinsi zəiflik problemini həll edir. Gedəbəy dağ ballarından istəyənlər nömrəmə zəng vursun. 055 939 54 77.